Dostlar, bir avtomobil çıxmamışdan öncə onun müxtəlif birinci növbədə istehsalçı tərəfindən data bazası hazırlanır. Ehtiyat hissəsi data bazası və eyni zamanda servis data bazası. Yəni, həm bir tərəfdən alıcının tərəfini düşünürlər, eyni zamanda servisi düşünürlər. Bunlar hamısı avtomobil çıxmadan öncə düşünülür. Diqqət edin, çıxmadan öncə. Bu istehsalçıya aiddir, amma istehsalçı tək olmasın və monopoliya olmasın deyə digər dünyada böyük şəbəkələrə də, böyük data bazalara da bu xidmətlər avtomobil çıxmadan öncə inteqrasiya olunur ki, avtomobil sürənlər və eyni zamanda ki, dünyadakı bütün servislər bundan istifadə edə bilsin. Bunlar hansılardır? TechDoc, AllData, AutoData, ChromeMode, MAM Software, Highness Pro, InfoPro Digital. Yəqin ki, bu sözlər çoxlarınız üçün yaddır. Amma əslində qalanda sizin sürdüyünüz bütün maşınlar bu data bazada öz yerini tapmışdır və bizim kimi adamlar, hansı ki işi professional yaxınlaşır, biz buna həmişə alışmışıq ki, biz o data bazaya müraciət edəcəyik. Bunları başa düşmək çox çətindir. Nəsimi kinosunda deyir ki, cahil insan var, kamil insan var. Cahil insanın tərz həyatı heyvanatın tərz həyatına çox bənzəyir. Bu, Nəsimi filmindən bir sitatdır. Amma mən deyərdim ki, cahil insanın tərz həyatı heyvanatınkindən də aşağıdır. Nəyə görə? Ona görə ki, heyvanat aləmi haqqı nahaqdan aralaya bilir və haqqı dərk eləyir və ona hər zaman ibadət eləyir. Amma cahil insan heç bunu da bacara bilmir. Mənim bütün videolarım kamil insanlar üçündür. Cahil insanlar bunu dərk eləyə bilməz. Bu cür ağır temaları, bu cür ağır sistematikaları, 3-cü sinif riyaziyyatı bilməyən, öz ana dilində danışa bilməyən, öz fikrin ifadə eləyə bilməyən, sadə məişət fikirlərini ifadə eləyə bilməyən bir insanlar nə cür dərk eləsin ki, avtomobil industrisinin təməl fundamentini təşkil eləyən resurslardan istifadə qaydası nə cür olmalıdır? Bunu nə cür dərk eləyə bilərlər? Bu Çin maşınlarında bu cür gizlilik imkan yaradır ki, gələcəkdə fəsadlar doğulsun. Siz heç vaxt bilməyəcəksiniz ki, modellər nə cür dəyişilir. Amma qərb maşınlarında bu açıqdır. Ehtiyat hissəsi öncədən görsənir. Siz heç vaxt bilməyəcəksiniz ki, ehtiyat hissəsi qiymətləri necədir. Qərb bazarında bu açıqdır. Şərq bazarında bu bağlıdır. Ona görə də siz təhlükə altındasınız. İndi siz deyəcəksiniz ki, bəs yaxşı, sənin təriflədiyin 212 nədir bəs? O Kitay deyilmi? O da Kitaydır. Bəs yaxşı, mən sizə Alman texniki bazasını Kitayla qarışdırıb sizə təqdim eləsəm necə?